Çox vaxt verilən suallardan biri də niyə görə yeni ili qeyd etmək olmaz? Cavab olaraq bir neçə tərəfdən cavab vermək olar. Onlardan qeyd edə bilərik ki, bizim zaten Peyğəmbərimizin göndərilmə səbəblərindən biri də Allah onu göndərmişdir ki, Allah özünə övlad götürdü deyənləri xəbərdar etsin, onları qorxutsun. Yahudilər, xristianlar və həmçində qeyriləri kimi insanları xəbərdar etmək üçün göndərilmişdi Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Ona görə də müsəlman birisi dinini hər bir zaman uca saxlamalı, izzətli saxlamalıdır. Allah özünə övlad götürdü deyənlərin bayramına qeyd etməli deyil. Onların dinləri özlərində, bizim dinimiz isə əlhamdülillah təmiz və sağlam, paş qalmalıdır. Uca Allah Kəhf surəsində buyurur: "Və yunzirəllezîne qalu ittexazallahu vələdə." Peyğəmbəri göndərdik ki, Allah özünə övlad götürdü deyənləri xəbərdar etsin, onları qorxutsun. Kəhf surəsi 4-cü ayə. Ona görə də bizim Peyğəmbərimiz sallallahu əleyhi və səlləm göndərilib ki, onları Yahudi və xristianlara tutduqları yanlış yola görə onları xəbərdar eləsin, onları qorxutsun. Necə bir müsəlman daxil olan yeni ili qeyd edə bilər və yaxud da qeyd edənləri təbrik edə bilər. Ümumiyyətlə, bu milad bayramı haqqında müsəlmanın bilməli olduğu həqiqətlər var. Bilmək lazımdır ki, milad xristianların İsa'nın doğumunu, yəni onların inancına görə Rəbbin və ya Rəbbin oğlunun doğumunu qeyd etdikləri dini bir bayramdır. Hansı ki, Allah nə doğub, nə də doğulmayıb. Uca Allah təkdir, yəni nöqsansızdır, onun heç bir bənzəri yoxdur. Həmçində İsa Peyğəmbər qışda deyil, yayda doğulub. Və onun altına doğulduğu ağac isə milad ağacı deyil, xurma ağacıdır. Çünki Məryəmə xurma ağacını silkələmək əmr olundu və o ağacdan təzə xurma yedi. Necə ki, bu Quran-ı Kərimdə ayədə qeyd olunduğu kimi. Və bu da məhz yay aylarında baş verir. Hətta fərz etsək ki, bir neçə illərdən sonra bir xristian keşişi desə ki, gəlin yeni ili avqust ayına, iyul ayına salaq, çünki bu daha məqsəd uyğundur. Yenə də bu ona rəvac vermir ki, müsəlmanlar qeyri-müsəlmanların bayramına qeyd eləsinlər. Çünki bu bayramların dində heç bir əsli yoxdur. Və müsəlmanın iki əziz bayramı var. Qurban və Ramazan bayramı. Ona görə müsəlman unutmalı deyil ki, aləmlər Rəbbi olan Allah bizi Qurban və Ramazan bayramları ilə şərəfləndirib, cümə günü ilə bizə fəzilət üstünlük verib. Və o bizi öz dinimiz, Peyğəmbərimiz və tariximizlə fəxr ilə müsəlmanlardan eləyib. Həmçinin də Uca Allah Məryəm surəsinin 88-ci ayəsindən 92-ci ayəsinə qədər özü barəsində danışır və bu ayələr həqiqətən də yeni ili qeyd edən və təbriklər ünvanlayan müsəlman bacı qardaşlarımıza bir xatırlatmadır ki, Allahın şəninə yaraşmayan iddialara ehtiva edən qeyri-müsəlman bayramlarını heç bir məqsədlə qeyd etmək olmaz. Heç bir övlad valideyninin təhqir olunduğu günü bayram etməz. Elə isə göyləri titrədən, dağları yerindən oynadan, o ağır iftiranın Allahın övladı var iddiasının kölgəsində keçən bir günü müsəlman necə qeyd edə bilər? Rəbbimizə olan sevgimiz, valideynlərimizə olan sevgimizdən öndədir, qat-qat ucadadır. Uca Allah bu ayələrdə buyurur ki, وَقَالُوا اتَّخَذَ الرَّحْمَنُ وَلَدًا. Onlar dedilər ki, Rəhman özünü övlad götürdü. Yəni, xristianlar dedilər ki, Məsih Allahın oğlu, Yahudilər, Üzeyr Allahın oğlu, müşriklər isə mələklər Allahın qızlarıdır demələri kimi. Lakin Allah onların dediklərindən çox uca və böyükdür. Uca Allah buyurur ayənin davamında,
Laqad ci'tum şey'en idda. Siz doğrudan da çirkin bir şey ettiniz. Doğrudan da çok çirkin bir şey ortaya attınız. Tekadus semavatu yetefattarna minhu ve tenşakkul ardu ve tehirrul cibalu hadda. Ve tehirrul cibalu hadda. Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun. Yəni bu işin əzəmətindən dolayı göylər az qaldı öz əzəmətinə və möhkəmliyinə baxmayaraq ondan parçalansın. Yəni bu sözün ağırlığından göylər az qala parça-parça olsun, yer yarılsın, o sözdən dolayı yer az qala yarılsın və çatlasın. Dağlar yerindən qopub uçsun. Yəni dağlar sarsılaraq yerlə yeksan olsun. Əndə'u lirrahmani vələdə. Rəhmana övlad isnad etdiklərinə görə. Rəhmana övlad isnad etdiklərinə görə, yəni məhz bu çirkin iddiaya görə adı çəkilən bu məxluqatların başına həmin fəlakətlərin gəlməsi az qalmışdır. Və mə yənbəği lirrahmani ən yettəxidə vələdə. Rəhmana özünü övlad götürmək yaraşmaz. Həqiqət budur ki, yaraşmaz, yəni Rəhmanın övlad sahibi olması. Bunun səbəbi odur ki, övlad götürmək naqisliyinə və ehtiyacı olmasına dəlalət edir. Halbuki Allah heç nə ehtiyacı olmayan və hər cür tərifə layiq olandır. Həmçinin övlad öz valideyninin cinsindən olur. Uca Allahın isə nə bir bənzəri, nə bir misli, nə də ona bərabər olanı vardır. Və bu ayələrin təfsirini Şeyx, böyük alim Abdurrahman Əs-Səud rahimehullah qeyd etmişdir.